Güneşli oblaçlı, hə? Ama bir yağış yağsaydı şakka şarakla. Ne yaxşı olardı. 12 derece düştü yani. Hə? 12 derece. Yaxşıdır da sərindir elə. Soğuk. Soyuqdur. Soğuk. 12 derece ne demek? Bilirəm zəmilərlə qəşəng görsənir. Asıl bu küçəndə də Arif belə sıra tünt açıq. Elə bir ki spesiallə nəsə kistiçkanın, hə, dağlar hamısı zəmilərdir. Bura çox hündür görsənir. Bura hündürdür. Ha. Amma düz daşlıq görmürəm. Yox da daş var. Hə, yaxınlaşanda biləcəyik. Var, daşda da var. Getdik. 1 saatdir ki, ora qalxırıq. Gör kəndi gəlib harda salıblar. Dərələrin ortasında. Səfalı yerdə, ətrafdan da, bu dağlardan da illərlə, əsrlərlə axan bulaq sulardan istifadə edirlər. Bəzi yerlərdə artezyan da var. İndi biz hansı silsilənin üstündəyik deyə. Kiçik Qafqaz silsiləsi. Qarabağdan Qazağa kimi. Burada Qarabağ, Qazaq burada deyil axı. Hə, o tərəfə. Yo, bu üzü bu üzə daxı. Hə. Повторить eləyə bilərsən onu. Vətən oğlu çoban qara. De çoban da gəlir. Köy dağlara. Allı güllü yağmur. De çoban qara gəlir. Çoban qara gəlir. O çoban qara hey. Çoban qara. Biz də çay içirik. Ramaşka. Papatya çayı. Arif müəllim çayı götürüyorum. Tamam çalamıyorsan bak kaşık. Diye vurak. Çayı da vurak. Günahdır. Yani da tipi çok nimse. Oturmuşuq. Dağın başında. Bak böyle çay içirik. Tak что geçək papatya çayımız var. Qaynardan mı? Ha, qaynar. Çay içdik. 1 saatdən sonra indi yenidən qalxırıq. Bax buralardayıq.